الله أكبر ولله الحمد. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله وصلوات الله وسلامه على رسوله محمد وعلى آله وأصحابه الطيبين الطاهرين وعلى أتباعهم التابعين ومن تبعهم بإحسان إلى يوم الدين. أيها الناس، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك أمرت وأنا أول المسلمين. صدق الله العظيم. Değerli Müslümanlar, yakınlaşmak manasına gelen kurban, kainatı yoktan var edene yakınlaşmaktır. Kurban, İbrahim olup İsmail'den vazgeçip kudreti sonsuz olana yakınlaşmaktır. Kurban, arzu ve isteklerden vazgeçip rahmetin gazabını üsteleyene yakınlaşmaktır. Kurban, Allah'ın Azze ve Celle'nin emrine teslimiyettir. Kurban, xəsislikten ve dünya malına olan hərislikten korunmaktır. Kurban, Allah'ın rızasını ve kasıbın duasını kazanmaktır. Kurban, birbirinden uzaklaşmış insanların kömürlerinin yakınlaşmasıdır. Kurban, birbirinden salamı belə əsirgəyən insanların mehribanlaşmasıdır. Kurban, xeyirde yarışarak kardeşlik ve dostluğun kuvvetlənməsidir. Kurban, paylaşmaktır. Kurban, qaynayıb qarışmaktır. Değerli müminler, Hicretin 2. yılı Allah Resulü Aleyhisselatü Vesselam bayram heyecanını yaşamaları ve bayram hutbesinden faydalanmaları arzusu ile yaşlı ve cavan kadınların da bayram namazına gelmelerini istemişti. Zilhicce'nin 10. günü güneşin yükselmesiyle namazgaha giden Peygamberimiz Aleyhisselatü Vesselam oradakilere selam verip böyle dedi: bugün ilk işimiz bayram namazı kılmak, sonra qayıdıb kurban kesmektir. Kim belə etsə, sünnəmizə tabi olmuştur. Sonra bayram namazını kıldırdı ve bayram hutbesini okudu. Hutbede Allah Resulü Aleyhisselatü Vesselam bayram günlerini yiyip içme ve Allah'ı zikretme günleri olduğunu qeyd ettikten sonra belə dedi: Adamoğlu kurban günü Allah dergahında kurban kesmekten daha güzel bir emel edebilmez. Kurban kıyamet günü boynuzları, tükleri ve tırnakları ile gelir. Kurban hələkanı yere düşmeden Allah tarafından kabul edilir. Peygamberimiz Aleyhisselatü Vesselam kurbanları keserken onlara eziyet verilmemesi hakkında haberdarlık etmeyi unutmadı. Sonra ona 2 boz getirildi, onları kıbleye uzattı, kesende besmele okudu, tekbir getirdi ve En'am suresinin 161-162. ayelerini okudu. Benim namazım da, ibadetim de, hayatım da, ölümüm de alemlerin Rabbi olan Allah içindir. Onun hiçbir şeriki yoktur. Bana bu emrolunmuştur ve ben Müslümanların ilkiyim dedi. Allah Resulü Aleyhisselatü Vesselam'ın kurbanları keserken okuduğu bu dua, İslam'daki kurbanlar ile cahiliye dövründeki kurbanlar arasındaki en mühim farkı gösterirdi. Demek ki İslam'daki kurban ibadeti, tövhidi simboldur. Değerli kardeşler, Peygamberimiz Aleyhisselatü Vesselam'ı kurban keserken gören sahabeleri, Allah onların hamısından razı olsun, ondan soruştular: ey Allah'ın Resulü, bu kurbanlar nedir? Resulullah Aleyhisselatü Vesselam, atanız İbrahim'in sünnesidir diye cevap verdi. Sahabeler, bəs bu kurbanların bize ne kadar sahabı var diye soruştukta, Resulullah Aleyhisselatü Vesselam her tükünün əvəzində bir savab vardır cevabını verdi. Değerli kardeşler, Allah 3 gün ərzində keseceğiniz bütün kurbanların
edəcəyiniz bütün xeyirli, salih əməlləri dərgahında qəbul eyləsin, imanlarımızı kamil eyləsin, aqibətimizi xeyir eyləsin, razı qalacağı bəndələrdən olmağı bizlərə nəsib eyləsin, bizləri İslamla yaşayıb, imanla son nəfəsi verər bilənlərdən olmağı cümləmizə nəsib eyləsin. Dəyərli qardaşlar, Allah xalqımızın qəlbini başımızın üzərində dalğalanan üç rəngli bayrağın üzərindəki yaşıl rəngin ifadə etdiyi mənaya açsın, bizi İslamdan məhrum etməsin, son nəfəsimizi hər birimizə La ilahe illallah, Muhammedur Rasulullah ilə verə bilməyi nəsib eyləsin. Dəyərli qardaşlar, Allah Resulü Aleyhisselatü Vesselam bayram namazına gəldiyi yolla yox, qaydarkən başqa yolla qaydardır ki, daha çox müsəlmanı görsün və onlarla qaynasın, qarışsın və onlar mehribanlaşa bilsin və dəyərli İnşallah vaxt itirmədən Allah'ın qurban kəndlərimiz yerlərə tələsək, Allah sizdən də ibadətlərimizi qəbul eyləsin. Bayrağımız